Şəkil və ya HTML elementlərinə effekti birbaşa tətbiq etmək üçün CSS-də filter propertisindən istifadə olunur. Filtr ilə rəng düzəlişləri, parlaqlıq, bulanıqlıq və daha çoxunu etmək mümkündür. Gəlin indi filtr effektləri ilə tanış olaq. Index.html-də bu şəkildə elementlərim vardır və style.css-ə gəlirəm. Şəkil üçün ilk olaraq filtr effektini tətbiq edirəm. Image etiketini seçirəm və bura filtr yazıram. Burada ən çox istifadə olunan filtr effektləri bunlardır. İlk olaraq blurdan başlayaq. Blura mən 5 piksel yazdığım zaman baxın bu şəkildə bulanıqlıq gəlmiş olacaqdır və yaxud da ki buna 50 piksel deyək. Baxın şəkil tamamilə bulanıqlıq halda görünmüş olacaqdır. Gəlib buna 5 piksel verirəm və image-ə hover olduğum zaman gəlib filtrdə bluru 0 yazıram və image-ə gəldiyim zaman 0 piksel yazaq. Üzr istəyirəm, filter. Tamam. Image-ə gəldiyim zaman baxın şəkil görünmüş oldu. Bu effektdə ən çox Instagram və Facebook kimi platformalarda daha çox görürük. Bu ən çox qəza xəbərləri göstərildiyi zaman bu effektdən daha çox istifadə olunur. Digər filtr effektimiz bizdə brightness-dir. Brightness ilə parlaqlığı dəyişmək olur. Gəlib burada brightness 150% yazıram. Üzr istəyirəm. Bunu buradan silirəm və bura əlavə edirəm. Baxın parlaqlıq dəyişmiş oldu. Gəlib burada 350 yazdığım zaman parlaqlıq bu şəkildə dəyişir. Bunu biz bu şəkildə də yaza bilərik. Gəlib burada 2.5 kimi də yaza bilərik və yaxud da ki bu effekti biz tamlarla da verə bilərik. Gəlin burada 0.5 yazdığım zaman bu şəkildə qara effekti vermiş oldu. 0 verdiyim zaman bütöv qara effektini verəcək. Misal 2.5 yazdığım zaman isə belə bir görüntünü almış olacaq. Daha sonra digər filtr effektimiz kontrastdır. Kontrast yazdığım zaman gəlirəm buradan 200% verirəm. Baxın bu şəkildə rəng dəyişmiş oldu və yaxud da ki 900% yazıram bura. Belə bir rəng almış olacaq və ya bunu tamlarla da verək. 0.5 yazdığım zaman belə bir görünüş alacaq və ya 5.5 yazıram. Bu şəkildə görünüş almış olacaq. Və digər effekt bizdə grayscale-dir. Grayscale yazıram və bura yenə 100% verirəm. 100% yazdığım zaman baxın şəklin rəngini boz rəngdə, yəni boz tonunda göstərmiş oldu. Bunu mən 0.5 kimi də yazıram və yaxud da ki 1.5 kimi də yazıram. Baxın belə bir görünüş alınacaqdır. Daha sonra digər filtr effektimiz invertdir. Invert verdiyim zaman rəngləri tərs çevirəcəkdir. Invert yazıram və hər hansısa bir dəyər yazmamış, baxın bu şəkildə rəng almış oldu. Bunu mən 100% ilə də verə bilərəm, yəni faizlərlə də verə bilərəm və yaxud da gəlirəm, tutalım ki 1 verdiyim zaman belə bir rəng almış olacaq. 0 yazdığım zaman isə yenə öz rəngini geri qaytarmış olacaq. Bunu belə göstərim mən. Gəlirəm burada HTML-ə klass olaraq dark yazıram və bunu yoruma alıram. Gəlib burada divlərimdə olan bütün etiketlərə color olaraq ağ rəng verirəm. Bu şəkildə görünsün və HTML-ə də background color olaraq qara rəng verirəm. Hal-hazırda arxa plan qara rəngdə görünür və etiketlər də ağ rəngdə görünmüş oldu. Gəlib burada dark modunda olan HTML etiketimə filtr olaraq invert 1 yazıram. Baxın, invert 1 yazdığım zaman arxa plan ağ rəngdə, yazılar qara rəngdə gəlmiş oldu və hətta bu şəkil belə öz rəngini dəyişmiş oldu. Gəlib burada
və yaxud da ki, bunun aşağısında image-ə filtr olaraq invert 1 yazdım. Baxın, bu şəkildə rəngi gəlmiş olacaqdır. Bu sadəcə image üçün deyil, iPhone və yaxud da ki, video üçün də keçərlidir. Biz misal filtrə invert 1 yazdığımız zaman dark modda videolar da bu şəkildə fərqli bir görünüşdə gələ bilər. Ona görə də belə deyək, sadəcə bu şəkil üçün deyil, iframe'lər üçün də keçərlidir, videolar üçün də keçərlidir. Və gəlib burada dark moda 0 verdiyim zaman baxın belə bir görünüşü almış olacaq. Burada da yenə şəkil fərqli bir rəngdə gəldi. Çünki biz burada bir koddan istifadə etdik. Bunda JavaScript kodlarından istifadə edərək əgər HTML dark moddadırsa, gəlirəm buradakı şəkli tutalım 0 verirəm. Bu şəkildə. Yox, əgər dark modda deyilsə, tutalaq burada 1 yazdığım zaman bunu da gəlib 1 verirəm. Və bunu da JavaScript ilə yazaraq gözəl bir görünüş, dizayn yaratmış olacağıq. Bunları silirəm və bunu da silirəm. Daha sonra digər filtr effekti sepiyadır. Sepia yazdığım zaman şəklə köhnə foto effekti verir. Baxın, hal-hazırda bu şəkildədir. Sepia yazdım. 80% verirəm. 80% verdiyim zaman belə bir köhnə effekti vermiş olacaqdır. 120 veririk. Daha da köhnəlmiş oldu. Hətta buna gəlib 1.2 kimi də yaza bilərik və yaxud da ki 0 kimi də verə bilərik. 0 kimi yazdığımız zaman yenə eyni görüntünü almış olacaq. Daha sonra digər effekt Hue Rotate'dir. Hue Rotate yazdığım zaman rəng tonunu dəyişmiş olacaq. Bura gəlib 50 degree verirəm və Hue Rotate degree ilə yazılır. 50 degree yazdığım zaman belə bir görünüş almış olacaq. Buna gəlib 120 degree verdiyim zaman bu şəkildə görünüş almış olacaq. Burada opacity verərək də şəklin şəffaflığını dəyişmək olur. 50% yazdığım zaman bu şəkildə görüntü almış olacaq. 10% verdiyim zaman belə bir görüntü alacaq. Misal 60% veririk və yaxud da ki 80% verdiyimiz zaman artıq bulanıqlıq, yəni şəffaflıq yavaş-yavaş azalmış olacaq və şəkil tam görünmüş olacaqdır. Mən bunu gəlib 0.5 kimi yaza bilərəm və ya 0.1 kimi də verə bilərəm və hətta 0.01 kimi də yazıb bu şəkildə şəkli göstərməyə bilərəm. Filtr ilə birdən çox metodları yaza bilərik. Gəlib burada blur verirəm 5 piksel. Daha sonra brightness bura 120% yazım və contrast 150% olsun. Yəni bu şəkildə görüntü almış olacaq. Filtr metodu ilə birdən çox xüsusiyyətdə bu şəkildə yaza bilirik. Və son olaraq bunu da göstərim. Hal-hazırda məndə index.html-də box shadow var. Box shadow mövzusunu mən keçməmişdim. İndi bu dərsdə keçmiş olacaq. Gəlib burada box shadow yazıram. Və border 1 piksel solid black verirəm. Vid olaraq 200 piksel, hündürlüyü olaraq 200 piksel yazıram. Ekranı sildirəm. Baxın, bu şəkildə gəldi. Və gəlib burada box shadow yazıram. Box shadow verdiyim zaman bu qutu ətrafında bir kölgə effekti yaratmaq istəyirəm. Bunu mən text shadow ilə yazmışdım, yadınızdadırsa. Text shadow ilə dəyərləri yazdığım zaman hərflər ətrafında kölgə effekti yaranırdı. İndi isə eyni dəyərləri gəlib burada da tətbiq edirəm. 5 piksel, 5 piksel, 5 piksel və rəng olaraq misal grey verək. Bu şəkildə yazdığım zaman baxın, box ətrafında belə bir kölgə effekti yaranmış olacaq. Və mən eyni
buradakı dəyərləri gəlib filtrdə də tətbiq edirəm. Filter drop shadow yazdığım zaman bu dəyərləri bura kopyalayıram. Bunu da silirəm. Baxın, bunun dəyərini azaltdığım zaman, 1 verdiyim zaman belə bir görünüş gəlmiş olacaqdır. Həm daxildən, həm də ki, xaricdən, yəni ətrafından bu şəkildə kölgə effekti yaranmış olacaq. Gəlib buna 3 verdiyim zaman, baxın, belə bir görünüşdə almış olacaqdır. Filtr mövzusundan da deyəcəklərim bu qədərdir. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.